Hər kəsi salamlayıram. Mənim oyunlarım seriyasında növbəti oyunu sizə göstərmək istəyirəm. Bu oyun şahmat tarixinin əfsanələrindən sayılan Viktor Karçinoya qarşı oynanılmışdı. Viktor Karçino haqqında bilməyənlər üçün deyim ki, Viktor Karçinoy ən uzun ömürlü şahmatçılardan biri olmuşdu və bu oynadığım oyun 2008-ci ildə baş verib. Həmin ildə Viktor Karçunun artıq 77 yaşı var idi. Bununla belə reytinqində gördüyünüz kimi 2600-ə çox yaxın idi. Mən hələ indiyənə kimi 70 yaş üzəri olub da belə deyək, 2600 reytinqi saxlayan şahmatçı Karçinoydan başqa tanımamışam və bu oyundan öncəki yarışda Rusiya liqasında Karçinoy böyük, yəni öz gücünü nümayiş elətdirmişdi. Hətta bizim əfsanəvi şahmatçı artıq həmin dövrdə xeyli güclü olan Vüqar Həşimov üzərində belə qələbə qazanmışdı. Viktor Karçinoy ümumiyyətlə dünya çempionluğu uğrunda dəfələrlə matça çıxmışdı. Hətta əksər şahmatçılar keçən dəfə Fidenin bir sorğusuna qulaq asın, dünyanın əsas şahmatçılarından soruşurdular ki, hansı şahmatçı dünya çempionu adını qazanmağa layiq idi, lakin qazana bilməmişdi və böyük çoxunluq Viktor Karçinoy demişdi. Yəni bu cürə əfsanəvi bir şahmatçı ilə 16 yaşım olanda 2008-ci ildə oynamaq mənim üçün qürur verici idi və oyun tək şahmat baxımından yox, ümumiyyətlə bəzi hadisələr baxımından həddindən artıq maraqlı olmuşdu. O hadisələr haqqında yadımda qalanı sizlə bölüşəcəm. Oyuna onu bildirim ki, 5-10 dəqiqə gec qalmışdım. Yəni yarış salından uzaqda yaşayırdım. Və oyuna gəldikdə yəni indiki dövrdə bu cür əfsanəyə qarşı oyunda təbii ki, üzr istəyərdim gecikdiyimə görə, amma yəni belə deyək də yeniyetmə vaxtı bir növ fikirləşdim ki, yəni oyuna gec qalmışam, vaxtım gedir. Yəni bir növ belə deyək ki, qaralar qabağa düşür, başlanğıcda vaxtımı xərcləmiş oluram. İlk gediş Y4 ilə başladım. Y5, ATF3, AC6, Fil B5, İspan oyunu oynadım. O dövrdə ekskluziv ancaq İspana gedirdim. A6, Fil A4, ATF6 və burada Vəzir Y2 gedişini gəldim. O vaxt Azərbaycanlı şahmatçılar arasında bu gediş çox populyar idi. Məqsəd Vəzir qala qurma gəlməməyə səbəbi at Y4 gedişinə imkan verməməkdir. Bu açıq İspan. Karçinoy açıq İspanın əsas bilicilərindən sayılırdı. Ona buna imkan vermək istəmədim. Vəzir Y2, B5, Fil B3 və D6. Burada məncə Fil C5 gedişi daha yaxşı gedişdir, amma yəni D6 da gəlmək olar. D6, C3. Burada əgər qala qurma gəlsəm, hansını ki mən elə yarışı keçmişdə bu səhvə yol vermişəm. At A5 gedişi gəlib B3-ü vurmaq olar. Yəni bu İspan filini əldən verməmək istirdim. Hərçənd burada kompüter deyir ki, D4-dən sonra şahın mərkəzdə olmağından istifadə eləmək olar. Yəni gərgin oyunda istənilən halda C3 lazımlı gedişdir. D4-də hazırlıq mərkəz uğrunda həmişə mübarizədə faydası var. At A5 gəlir burada. Burada Fil Y7 gəlib qala qurma edib normal vəziyyətlərə keçmək olardı. At A5, Fil C2, C5. Karçın rahatlıqla mənə D4 gəlməyə imkan vermək istəmir və ən yaxşısı mən burada elə qala qursaydım yaxşı olardı. Burada məsələn Fil G4 gedişi gəlsə oyuna bənzər. İndi oyunda nə baş verdi görəcəksiniz. Onda mən H3 gedişini gələ bilərdim və burada Fil H5 gəlmək səhv olardı. Çünki ağların güclü G4 gedişindən sonra Fil burada o qədər də yaxşı mövqedə deyil. Yəni diqqət etsiniz, Filin gedişi yoxdur və burada artıq mərkəz uğrunda mübarizəyə qoşula bilərəm. Ağların vəziyyəti çox yaxşıdır. Əgər F2 vursa, onda isə 2 fili qazanıram və bu vəziyyət ağlara üstün hesab edilir. Burada isə mən D4 gəldim. D4-ün problemi ondadır ki, Karçinoy CD vurandan sonra Fil G4 gəldi. Burada artıq qala qursam bu piyadadan istifadə edə bilər və H3 gedişi də yəni təhlükəlidir əslində burada. Fillərin C1-dəki filin qorunmamağından qaralar istifadə edə bilər. Ona görə D-yə vururam, D-yə və sonra qala qurma gəldim.
Artıq qaralar bütün problemlərini həll edib, yəni oyun bərabər hesab eləmək olar. H3, burada fil F3, vəzir F3, atını gətirir D4-ə Karçinoy. Vəzir C3 gəlib. C7-yə hücum edirəm. Burada mən elə ki, bir balaca qeyri-dəqiq gediş etdi Karçinoy. Vəzir D6 gəlmək daha yaxşı olardı. Qala qurma, fil H6, at Y8. Oyunun hansı məqamında xatırlamıram bu hadisə baş verib, amma mən elə gəlir ki, buralarda bu ərəfələrdə baş verdi. Mən hələ də belə deyək, dünyanın belə əfsanə, yəni Karçinoyun oyunlarından çox şey öyrənmişdim, yəni belə deyək. Sevinirdim ki, bu cürə böyük şahmatçıya qarşı oynayıram və gözlərimi ona zilləmişdim. Karçinoyun üzünə baxırdım. Bu an biraz ola bilsin ki, öz xəyal dəryamda idim və bir anlıq bir də gördüm ki, Karçinoy da mənə baxır. Gözlərimiz bir-birini qarşılaşdı, hər ikimiz bir-birimizə baxırıq və bu an gözlənilmədən Karçinoy yaşlı kişidir, yəni 77 yaşı var idi, ola bilərdi ağzı qurusun, bilmirəm artıq necə oldu. Mənə baxdı və belə etdi. Belə edəndə mən də 16 yaşım var, birdən-birə məni gülmək tutdu və buna o yaxşı münasibət göstərmədi, əsəbləşdi Viktor Karçinoy və rus dilində məni tənqid eləməyə başladı və bir sözlə dedi ki, özü yaxşı apar, mənə baxma. Xatırlamıram, yəni hansı sözlərdən istifadə elədi, özü mənə sizlə müraciət elədi, formal. Sizlə bir sözlə mən şoka düşdüm və bir şey deyə bilmədim, yəni oyunu bir növ davam etdirdik. Və oyunun sonunda, belə deyək, Karçinoyun mənə bir-iki dənə sözü olacaq, orada gələndə deyəcəm. Burada at H5 gedişini kompüter məsləhət görür, amma bu o qədər də asan gediş deyil. İdeya ondadır ki, burada qaralar piyada quruluşunu dağıdır, amma J xəttindən istifadə edib hücuma keçə bilər. Məsələn, burada vəzir H6, kobud səhvdir. Top C8, vəzir C6, top J2, şah J2, vəzir C5 və burada matdan ağlar çıxa bilmir, məsəl üçün. Ona görə burada at C3 gedişini gəlməliyəm, onda isə vəzir C5-ə gəlir. Burada qaralar yəqin ki, bərabərliyi ələ alır, amma yəni bu gediş etmək asan olmazdı heç kim üçün. Burada atı Y8-ə gəlir, Karçinoy J7 piyadasını qoruyur. Mən atı oyuna çıxardıram, at D4, fil D3, vəzir D6, fil Y3, at F6, topu gətirirəm D1-ə və B4. Bu məqamda çox maraqlı bir gediş etdim, at Y2 gedişini. At Y2 gedişindən sonra qaralar Y4-dəki piyadanı vura bilər, fil Y4 mümkün deyil, çünki at Y7-dən sonra çəngəl olur. Amma burada yəqin ki, vəzir H4, at F6, at J3 piyada qurbanı verib bu vəziyyətə getməyi planlaşdırdım. Həqiqətən də mənə elə gəlir, mən tək mənə yox, kompüterdə elə fikirləşir ki, ağların piyadaya görə kompensasiyası var, bu fil açılıb, burada H7 xanasına hücum var, at oyuna gəlir, yəni bura gedə bilər, bura kompensasiya var, amma qaralar da yəni vura bilər. Bunun əvəzinə isə top AD8 gəlir, Karçinoy tələsmir Y2-ni vurmağa, vəzir H4 gedişini gəlirəm, J3 xanasını boşaldıram ki, at oyuna çıxa bilsin. Və buralarda mən elə gəlir ki, Karçinoy başladı bir növ. Həm vaxtı azalırdı, həm də ki, təhlükəni hiss etmir. Və kobud burada yox, növbəti gedişdə səhvə yol verəcək, at J3 gələm. Piyadaların cütlənməsindən qorxmuram, çünki başa düşdüm ki, bu şaha hücum imkanları yaranacaq burada. Ona görə imkan verdim. Və Karçinoy burada fil Y3 gəlməməli idi. Vəzir B6 gedişini gəlmək lazım idi. Burada məsələn at F5-dən sonra at D4 bərabərliyə yaxın oyundur. Fil Y3-dən sonra isə topun qarşısı atılır. Burada top F6 fikirlər olacaq. Vəzir C5-ə gəlir. At F5 və piyadanın burada olmaq əslində zəiflik deyil. Bu iki önəmli xanaya tam nəzarət edir. Karçinoy şah H8-ə qaçır və burada önəmli profilaktik gediş edirəm. Şah H2 hücuma keçməzdən əvvəl buradan bu diagonaldan bağlamadan vəziri şahı çəkirəm. At G8
Burada isə artıq vəziyyəti necə yaxşılaşdıraram deyə fikirləşdim və gördüm ki, fil C4-də olsa daha çox iş görər. Və top C1 gedişini edirəm, vəzir B6, fil oyuna gəldi. Burada artıq qaraların vəziyyəti ağırlaşmağa doğru gedir. Asan deyil bir plan tapmaq, bütün daşlarım aktiv mövqedədir. Burada qarşınız çalışır bu atı qovmağa, amma bu gediş də bir fayda vermir. At Y7-yə gəlir. Bu atı udub vəzir F6-ya gəlmək istəyirəm. J5 gəlir. Burası vəzir F2. At Y7, vəzir F6. Və bu anda Karçinoyun səhv eləmirəmsə vaxtı düşmək ərəfəsində idi. 1 saniyəsi qalmışdı. Tez bir gediş etmək istədi. Burada at J7, vəzir, yəni vəziyyət uduzulmuş idi, amma şah J8, vəzir Y7-dən sonra hələ də mübarizə apara bilərdi, amma artıq amma yəni asan deyil. Şah çox zəifdir. Baxmayaraq ki, material bərabərdir. Qara şah mat olacaq. Bir sözlə oyunda qələbə qazandım. Çox sevincli idim. Yəni belə bir əfsanəvi şahmatçı üzərində qələbə qazanmaq hər kəsə nəsib olmur. Ümumiyyətlə onu da bildirim ki, həmin yarışda Karçinoy mənə uduzdu və məndən sonra qələbələr qazandı. Hətta son oyunda qələbə qazana bilsəydi, ikinci yeri böləcəkdi, amma buna müəssər olmadı. Və oyun bitdikdən sonra Karçinoyun belə deyək ki, maraqlı xüsusiyyətləri var idi. Mən sonradan çox eşitdim ki, oyunu uzandan sonra rəqiblərini belə deyim ki, tənqid etməyi və bəzi hallarda təhqir etməyi var imiş. Və oyundan sonra mənə qayıtdı, dedi ki, səhv eləmirəmsə, yadımda qalanlar bunlardır. Yəni üzərindən artıq neçə il keçib? 16 il keçib, yəni yadımda qalan bu oldu ki, mənə dedi ki, birincisi oyuna gecikəndə rəqibdən üzr istəmək lazımdır. İkincisi rəqibin üzünə baxmamaq lazımdır. Nəsə belə bir şey dedi. Üçüncüsü də mənə dedi ki, səndən şahmatçı olmayacaq. Belə buna bənzər bir ifadə işlətdi və getdi, rəhmətli. Artıq həyatda yoxdur Viktor Karçinoy. Səhv elə 2015-ci ilə qədər isə, yəni bu 2008-ci ildən sonra bir 7 ildir, yəni neçə yaş idi? 77 idi. 84-85 yaşına qədər şahmat oynamağa davam elətdi. Yəni həmişə şahmat eşqini yaşatdı. Yarışın sonunda bağlanış mərasimində mən yaxınlaşdım. Karçinoy orada belə deyək ki, fikrini bir növ dəyişdi, dedi, yox, səndən yaxşı şahmatçı olacaq və ondan sonra da bildiyiniz kimi Grossmeister adını qazandım və bir çox yarışlarda uğur əldə etdim. Ümidvaram ki, bu maraqlı oyun və maraqlı hekayəni bəyəndiniz, bəyənmişsinizsə həm videonu bəyənin, həm də kanala abunə olun. Növbəti videolarda görüşənədək hələlik.